Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Yarının gözleri her an intizarda. Vətənin oğlusan, vətənin bugün darda. Ananın fəryadı duyulur oğlum arda. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Hörmətli kənd cəmaatımız, hər birinizi salamlayıram. Bugünkü günün tədbirin məğzini hər birimiz bilirik. Artıq bu il 5 il tamam olur ki, 2. Qarabağ müharibəsində biz qalib gəldik. 2. Qarabağ müharibəsinin döyüşçüsü, qəhrəman evladımız Həsənin anım günündən tədbiri açıq elan edirəm.
şutla yad edəcək. Allah rəhmət edər. Hörmətli tədbir iştirakçıları, kəndimizin ağsaqqalı ağamız Mirəz Ağaya söz verirəm. Biraz bundan evvel Cenab Prezidentin çıkışını işittik. O sözlerin hamısı bizim kalbimizde var ama açıp izhar edebilmirik. Onun çıkışını ile her birimiz için bir örnek numune götürürük. Vətən, millət, torpaq, ismət, namus yolunda döyüşən, yaralanan, kontuzya olan ve şehit olan balaların ruhlarına salavat deyək. Şehit sözü təkcə İslam aləmindədir. Başka milletlerin de müharibeleri olur, öldürüləni olur. Tarixə adı düşenleri olur. Amma onları kitap yazabilərlər, qəhrəman kimi tanıda bilərlər. Hiçbir vaxt onlara şehit deyilməz. Şehit İslam'dadır. İslam'da şehit olan balaların valideynlərin təbrikə gedərlərdi. 1400 il bundan qabaq ki, onu ana, bacı, qardaş ailələrin ağ libaslar giyindirərlərmiş onlara şehit valideynlərinə. Xonçalar apararlarmış. 1400 il bundan qabaq Peyğəmbərimizin vaxtında bu dünyada hamı behişt arzulayır. Çalışır, vuruşur, nətəziyyələr çalışmayanlar da var. Hamı Allah'tan o uca rəhmət və məğfirəti qazanmaq istəyir. Amma mümkün olmuyor. Bu şəhid balalar İslam aləmində şəhadət verirlər, təsdiq edirlər. Ondan soruşulanda da ki, sən hansı yolla bura gəldin? Onda o keçdiği bütün yolların hamısını özü deyəcək. Şəhadət verəcək öz qəhrəmanlığına. Ona görə onlara şəhid deyirlər. Azərbaycanımız peyda olandan bəri hər hansı bir şəkildə ölüb öldürənlərimiz varsa hamısı şəhiddir. Və o şəhidlərin heç bir vaxt bizim nəzərimizə çıxmaz, şadlanarıq, qəmgin olarıq. Amma bu günləri Həsən balanın bu şəhadəti günü ilə əlaqədar Azərbaycanımızın hansı bir hissəsində şəhidlərimiz var, cəmiyyən onların ruhlarına salavat deyək. Hər bir ruhuna salavat deyək. Yaralılara Allah'tan səbir, dözüm arzulayaq. Ölənlərin ruhuna salavat deyək. Kontuzya olan balalar var. İki ölkənin atılı valideynlərə də səbir arzulayaq. O kontuzya olan balalara şəfa arzulayaq. Yerlerde ve göylerde ve onların arasında ne varsa hamısının sahibi Allah'dır. Ama insanlar deyir imtihan edirəm. İmtihandan üzü ağ çıxdığımıza göre gene de ülkemiz, xalqımız, millətimiz, dinimiz, rəhbərlərimiz, xüsusən Ali Başkomandanımızın çok ciddi səyi nəticəsində bizler bugün gözlerimizden sevinç yaşı gelse de şəhidlərimizi ansıq da gene de biz onlara minnettarıq. Hər bir mütəxəssislərimizə Allah Taala çox böyük ayıq sayılıq versin. Çünkü o balalar o əmrə tabidirlər. Onlar nə desə o eləyəcəklər. Allah Taala bizi bugündən belə həmişə sülh, əmin, amanlıq ruhunda yaşamağı bizə Allah Taala özü bir layıq bilsin inşallah. Sağ olun ağa. Dünən hal-hazırda bu tədbirdə iştirak edənlərdən bir çoxu Sabirabad rayonunun Xəlfəli kəndindəydi. Xəlfəli kəndindəki mənim zabit yoldaşım Fəzail kişinin evladı
şahların ziyaret ettik. Onun anım günüydü. Bugün çok sağ olsun. Onun atası bizim tedbirimizde iştirak edir ve icazenizle sözü Fəzailə çeviririm. Çok sağ olun. Allah kömək olsun. Hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ataları, hörmətli şəhid anaları, hörmətli məktəb kollektivi, hörmətli məktəblilər, hörmətli ağsaqqallar, xoş gördük hər birinizi. Hər birinizi salamlayıram, hər birinizə uzun ömür, sağlam can sağlığı arzu edirəm. Bugünkü tədbirimizin məqsədi, məğzi bundan ibarətdir ki, 44 günlük müharibədə şəhid olmuş, şəhidimizin artıq 5-ci il dönümünü qeyd edirik. Allah bugün tədbirinə yığışdığımız şəhidimizə rəhmət eləsin. Allah'tan rəhmət diləyirəm ona, onun valideynlərinə, atasına, anasına, yaxınlarına səbir diləyirəm. Dinləyirik. İndi isə sözü Fərhad əmiyə verirəm, şəhid atası. Buyurun. Evladım, gelen qonaqlarımızı salamlayıram. Bəli, şəhət bir uşağın deyilişində vətən üçün. Bəli, hər bir şey vətən üçündür. Vətən elə bir diyardır ki, deyir, vətəni sevməyən insan onda əqidə vicdan ola bilməz. Hər şey vətən üçündür. Yani biz de evlatlarımızı vətən üçün verdik. Və necə deyərlər, bu vətən üçün verdiyimiz üçün, qurban verdiyimiz üçün özümüzə fəxr sayırıq. Çünki hər barəsində başımızın üstündə vətəndir. Vətən deməklə vətən olmur. Vətən üçün gərək şəhid olasan. Vətən üçün gərək qan axıtasan. Torpaq üçün geri kan axıtasan. Bu şəhidlik haqqında çox söz demək olar. Səbər kişi ağsaqqal, öz yolunu bilən bir insandır. Bəli, onun da ocağında şəhid verildi. O cümlədə bütün şəhid atalarına, hamısına səbir verirəm, şəhid analarına səbir verirəm. Vətən sağ olsun. Allah ordumuzu qorusun. Allah müstəqilimizi qorusun. Azərbaycan xalqımızı qorusun. Fuat kardeşime söz veririm. Her birinizi salamlıyorum, her bir iştirakçıları. Başta Səfərəm olmanla, her birinize salamlarımı duyuram. Burada məclisə şahidlərimiz iştirak edir, təhsil idarəsinin nümayəndələri iştirak edir, rayon rəhbərləri iştirak edir, şəhid ailələri iştirak edir. Hər birinizi salamlayıram. Qarabağ haqqında çox danışmaq olar. Qarabağ haqqında çox dastanlar yazılacaq, çox. Bundan sonra yani çok şiirler yazılacaq. Uzun müddət. Bunu da biz borcluyuq. Yani bütün Azərbaycan xalqı bir oldu. Devlet başımızın etrafında birləşdi. Qarabağımızı azad elədi. Bu hamıya bəllidir. Allah devletimizi qorusun, devletimizi daim var eləsin. Bayrağımız, bayraqlar içində dalğalansın. Şəhid devletin təməlidir. Şəhidi olmayan devlet ayaqüstə dura bilməz, devlet ola bilməz. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Nə qədər ki biz varıq, bu devlet üçün, bu torpağımız üçün şəhid verməyə daim hazırıq. İxtiyara söz verirəm. Çok sağ olun. Söz verəcə görə. Ben tədbir iştirakçılarının, şəhid valideynləri, şəhid anaları, şəhid ataları başda olmaqla bütün gələn qonaqları yaxından, uzaqdan, məktəblər, hər bir kəsi salamlayıram. Mən Sucə kənd şəhidi Müğaylı Bəxtiyarın atasıyım. Bugün Həsən balamızın 5-ci il dönümünə yığışmışıq. Allah Həsən balamızın ruhunu şad eləsin. Səfər qardaşıma,
anamıza, şehidimizin yadigarları Gülbalasına, onun yakınlarına can sağlığı arz edirəm. O gün olsun Səfər əmiyə Allah ömür versin, Balaca Həsənin toyun eləsin. Bizi de Allah ömür versin, onun iştirak eləyək. Allah bir daha müharibə qismət eləməsin. Bunlar da hazırdır. Allah sizlere ömür versin. Birliğimiz həmişə daimi olsun. Şəhid analarına, şəhid atalarına Allah'tan ömür can sağlığı arz edirəm. Çok sağ olun. Mina Bazı'ya söz verdim. Herkes salamlayıram. Salam olsun şəhidlərimə. Allah'ın salamı olsun şəhidlərimə. Allah'ın salamı olsun şəhidsever insanlara. Bugün buraya yığışmaq səbəbimiz Həsən balamızın cənnətdəki 5-ci il dönümüdür. Cənnətin mübarək deyirəm. İgid bala, cənnətin mübarək deyirəm. Körpə balasının üzün görməyən bala. Allah o balaya bir yaxşı gün göstərsin, yaxşı firavan həyat qismət eləsin. Kifayət bacı, Səfər qardaş, onların xeyrin görəsiz, toyun görəsiz. Allah saf ömür versin cəmi şəhid ailələrinə, cəmi şəhid anasına və atasına. Allah bizlərə bol-bol səbir versin, dözüm versin. Səbrimizi verib dözümümüzü Allah versin. Səbir Allahın adıdır. Mən hər gün deyirəm, hər gün sabah açılanda deyirəm, ilahə pərvərdigara, özünün səbrindən biz analara verginən. Çünki tükənməz dərdimiz var, sağalmaz yaramız var. Allah heç bir ana görkəzməsin. Sağ olun, var olun. Danışdıqca. Qarabağ müharibəsinin 2-ci qrup qazisi, Sabirabad rayon Veteranlar Cəmiyyətinin sədri Faiq müəllim iştirak edir burada. Faiq müəllimə söz verirəm. Buyurun. Abdul müəllim, sizdən Allah razı olsun. Əziz tədbir iştirakçıları, mən Abdul müəllimlə bayaq xahiş elədim ki, danışanlar çoxdur. Mənə söz verməsin, amma nə bilim, sağ olsun. Təşəkkür edirəm. Və mənim haqqımda dediyi sözlərə görə minnətdaram. Əziz şəhid valideynləri, əziz qonaqlarımız, hər birinizi mən həm öz adımdan, həm rayonumuzun bütün döyüşçüləri adından salamlayıram və sizə Allahdan can sağlığı arzulayıram. Həqiqətən də gələn ayaqlarınız var olsun. Yəni, şəhidin istənilən bir tədbirində dəvət olunmadı, iştirak edən hər bir kəs o, necə deyim, şəhidinə qiymət verən insanlardır. Ona görə biz də bir vətənpərvər bir qurumun, vətənpərvər bir ordunun bir rəhbəri, ictimai rəhbəri kimi mən də öz adımdan hər birinizə təşəkkür edirəm. Bugün burada həmçinin həm 1-ci Qarabağ qazilərimiz iştirak edir, həm 1-ci Qarabağ şəhidinin ataları iştirak edir, bəyalı əmin görürəm. Həm 44 günlük vətən müharibəsinin iştirakçıları iştirak edirlər. Çox sağ olsunlar. Eləcə də məktəblilər, yəni bir-bir sadalamaq istəmirəm. Həm mən bilirəm, Qaraqaşlı məktəbi də buradadır, Uruzma məktəbi də buradadır. Hətta bizim əzizimiz, əziz bacımız Qaratəpədən gəlib Məlikə xanım və onun şagirdləri buradadır. Hər birinə təşəkkür edirəm və Allah sizləri var. Tədbirimizdə bizim 5 il ərzində hər zaman yanımızda olan Məlikə xanım iştirak edir. İdarədən söz ona verir. Vaxtınız xeyir olsun, əziz şəhid ataları, şəhid anaları, şəhid bacıları, şəhidlərimizin həyat yoldaşları. Bugün nə qədər çətin olsa da, amma qürurludur. Mən bugünkü gündə şəhid atalarına, şəhid analarına başsağlığı verirəm. Onların qarşısında həmişə deyirik, baş əyirik. Yəqin ki, onu Allah bizə yəqin ki, halallığını verər ki, biz baş əyirik ya əmirik. Amma yenə də biz bunu deyirik. Siz bilin ki, həqiqətən siz bizim qəlbimizdə çox uca bir zirvə salmışsınız. Mən şəxsən öz adımdan deyirəm. Sizin hər birinizə minnətdaram. İnanın ki, bu tədbirlər keçiriləndə necə olursa olsun elə can atırıq ki, şəhidimizin məzarı önünə gələk, ondan halallıq alaq və ona öz dualarımızı eləyək. Səhər-səhər tezdən bizim məktəbimizdən. Mən həqiqi mənada deyirəm, bizim məktəbimizdə vətənpərvərlik çox yüksək səviyyədə qəbul olunur. Bax, o şagirdlər hər gün səhər xəttə birinci şəhidlərimizin əziz xatirəsi yad olunur.
dövlət himni çalınır və onların hər birinə ayrı-ayrılıqda şeirlər deyilir. Könüllü şəkildə. Heç bir uşağa biz məcburiyyət qoymuruq və birbaşa onlara müraciət edirik ki, kim şəhidlərimizə aid şeir demək istəyir. Demək olar xəttin hamısı əl qaldırır. Bu bizim gələcək nəsillər üçün şəhidlərimiz örnəkdir. Onlara vətənpərvərlik ruhunda biz öyrətməliyik, aşılamalıyıq ki, bizim Azərbaycan torpaqlarına bax belə gənclər yetişsin. Vallahi indi sözüm bitir, yəni heç nə deyə bilmirəm. Sadəcə sizi hər birinizin qarşısında baş əyirəm. Əziz analarımız, əzizlərimiz, sizdən əziz bizə heç kəs ola bilməz. Çünki bugün biz yaşayırıqsa, vallahi sizə görə yaşayırıq. Allah sizi sağlam eləsin. Siz yaşayın ki, biz də yaşayaq, bu şəhidlərimiz də yaşasın. Çünki biz sizlə qürur duyuruq. Təşəkkür edirəm. Uruzma məktəbi və Qaranışlı məktəbi şagirdlər dəvət edirik, öz şeirlərini bilsinlər. Sizlərə şeirlərimi təqdim edəcəm. Oturub yazmışam şeir qəzəlimi, misralar bu gecə şəhidi seçib. Millətim, bu dərdə kimsə dözərmi? Gecə ilə evimə şəhidim gəlib. Cismindən, canından keçən Həsənim, düşmənlə üz-üzə gələn Həsənim, döyüşdə can qoyub mənim Həsənim, yatmadım yuxuma şəhidim gəlib. Şəhidin hamısı kasıbdır kasıb, imkanı olan döyüşdən qaçıb. Çox eyib şəhidim torpaqda yatıb, qeyrətim namusum şəhidim gəlib. Bağışla şəhidim, gələ bilmədi, canını qoymuşdun, görə bilmədi, sənin yaralarını sara bilmədi. Fəxr edirik səninlə, igid şəhidim, fəxr edirik səninlə, igid Həsənim. Şəhidəm, hər zaman dik tut başını, axıtma gözündən qurut yaşını, gül danış könüldən atıb daşını. Şəhidəm, hər zaman ağlama ana, son görüş, doyunca qucaqla məni, görməsən sən məni az qəlbi dağla, əbədi sən məni qəlbində saxla. Şəhidəm, sən məni ağlama ana, atam fəxrlə adımı çəkər, gözündən azacıq yaşını tökər. Bu həsrət yanğısı bir gün bitəcək. Şəhidəm, sən məni ağlama ana. Beylik paltarını geyməyən də var, balasının üzünü görməyən də var, güllə yarasından göynəyən də var. Hər şeyi bir anda ölçən şəhidlər. Bilirdim, nəsə bir xəbər çıxacaq. Yuxumdan çıxmırdım bütün gecəni. Görürəm gəlmisən millət yığılıb, güllərlə bəzəyir bütün küçəni. Mən səni ağatın üstündə gördüm, sən qara tabutda gəlib çıxmısan. Cüssəsi qapımdan sığmayan oğlum, balaca tabuta necə sığmısan. Dünən qurban kəsib səndən danışdıq, elə bir indi çıxıb buradan gedmisən. Biz sənin yolunda qurban kəsən var, sən vətən yolunda qurban gedmisən. Sən vətən yolunda qurban gedmisən. Bir silah var hər bir əlin üstündə, min yara var bir kürəyin üstündə, hər çiçəyin hər ləçəyin üstündə, əskərimin yarağının şehi var. Axan qanla çəkilibdir hasarı, əskər olub hər nəssamı yazarı. Hər ürəkdə bir şəhidin məzarı, hər məzarda bir ananın ahı var. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Uludur mənim, sizə qıyan əllər yanıb köz olsun. Acizdir qələmim sizdən yazmağa, sizə nə yazım ki, layiq söz olsun. Şəhidlik uca bir məqamdır deyə Allah ən layiqli bəndələr seçib. Vətən mənim üçün anamdır deyən qeyrətli oğullar
şəhidlər canından keçib, vətən üçün candan keçdiniz şəhidlər. Əbədiyyən qəlbimizdə yaşarsınız. İnşallah duamız hasil olar, ağam Hüseynə qonşu olarsınız. Şəhidlər ölməz, vətən bölünməz. Mən bugün şəhidəm, qan içindəyəm. Ölüm başım üstə günahım kimi, yıxılıb qalmışam səngər içində. Sahipsiz boş qalan silahım kimi. Mən bugün şəhid olmuşam, ölməmişəm ki. Tanrı şərəf yazdı taleyimizə. Şəhidlik ən uca zirvə sayılır. Həmin o zirvədən baxacam sizdə. Siz də üzülməyin, mən üzülmürəm. Axı öz arzuma çatıram bugün. Torpağın üstündə gəzəsiz deyə. Torpağın altında yatıram bugün. Mən öldüm, nə qaldı məndən geriyə? Bir məzarım qalıb hər yanı daşlı, tozlu çəkmələrim, qanlı paltarım. Hə, bir də anamın gözləri yaş. Olun, bura gəldiyinizə görə minnətdaram. Mənim birinci şəhid ailələrime, şəhid analarına, şəhid atalarına minnətdarlığımı bildirirəm. Müəllim kollektivinə çox gözəl müəllimlik iştirak elədi. Kənd cəmiyyətinə minnətdaram. Bütün Sabirabad əhalisinə mən minnətdaram. Ölkə prezidentinə çox sağ olsun ki, bu cürə şəraitlər yaradır. Sağ olsun bizim icra başçımız. Sabah-sabahdan mənə bir neçə dəfə zəng eləyib, başsağlığı verir. Nə deyim? Mən ürəyim doldu, çox şey danışıram. Amma kısa danışmaq daha yaxşı olur. Müəllim kollektivi çox gözəldir. Mən müəllimlərlə hər vaxt bir yerdə olurum. Bizim bu qazi qardaşımızdır, ağamızdır, çox gözəl insanımız. Kerman müəllimdir bizim qardaşlardan biridir. Bunlar bizim qazilərimiz çox gözəldir. Hər birinə təşəkkür edirəm ki, şəhidi yad edirlər. Çox sağ olsunlar. Hani bəs Allah sizə ömür versin. Biz də sizin oğullarınızdır, oğullarınızın şahidləriyik. Yəni biz də sizin bir oğlunuzdur. Şərt o deyil, ata, ana, ət-qan ayrı olsun. Amma elə biz mənəvi oğullarız. Sizin hər zaman da yanınızdayıq. Həmişə. Allah nə qədər ömür verib sizin yanınızdayıq. Siz də çox sağ olun ki, ictimailəşdirirsiniz, çəkirsiniz, əziyyət çəkirsiniz. Allah sizin canı sağ eləsin. Allah da bu şəhidləri sizdən razı salsın, elə bəs eləyərsin. Amin. Nümayəndələrinə ki, bugünkü tədbiri işıqlandırırsınız, Azərbaycan tarixinin səhifələrinə yazılır. Mən bir onu deyə bilərəm ki, nə qədər ki Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, şəhidlərimizin ruhu şaddır. Və Müzəffər Ali Baş Komandanın dəmir yumruğu kimi şəhidlərimiz qürurlu, möhkəm və əzəmətlidir. Biz də bir vətəndaş olaraq and içirik ki, uğrunda canlı qurban verərək qazandığınız o müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün daima keşiyində durmağa söz veririk. Yaşasın Azərbaycan xalqı, yaşasın şəhidlərimiz. Çox sağ olun. 2, 3, 4, 5. Mən videosunu çəkim də ağa. Siz şəklini çəkin. Kəndi tutarmısan oraya?